Həmmad ibn, bilməm siz üçün nəcürdür. İndi mən bu ixtisasın biri olduğu üçün deyimmi, sevdiyim sahə olduğu üçün deyimmi, bilmirəm. Adam, hər insan kitabın içində girirsən, mən oxuyana kitabı, mənim zehnimdə o vaxtı dövrün tarixi deyim, keçir mənim zehnimdə montaj kimi, film kimi. Ki, məsələn, belə elədilər, qədim evlər, qədim cəmaat, belə giyiniblər. Bunlar necə belə elə bilərlər ki? Həm insan oxuyur bunu, işdə narahat olur. O da dini qeyrət. Hamımıza bir şey olmalıdır. Narahat olmalısan sən bu vəziyyətdən. Hamımız ki, nə deyir bu ümumiyyət, həqiqətən də. Mən danışamədim, orada deyil də hamı anlasın. Yəni, nədir də bu? Bu nə İslam cəmiyyətidir? Siz 25 il nə yaşıyorsunuz ki? Əvvəlki bir şeylərdir, Ömər yaxşı bir şey, Osman yaxşı. Yaxşı deyən də bu getdi qırab. Hardan çıxdı ortaya? Ortaya atıblar, amma mənası heç kim vermir. Həmmad ibn İsa İmam Sadiqdən soruşur ki, sizin hədisləriniz müxtəlifdir. İmam Sadiq deyir ki, Quran 7 hərfə nazil olmuşdur və imamın ən azı 7 surətdə fətva verməyə haqqı var. 7 surət fətva verməliyə. İndi bu hədis etibarlıdır, etibar var, mənbə qeydləməyib. Baxın, burada mənbə yoxdur ki, baxaq ki, bu hala qeyd olunub. Mənbə etibarlıdırsa, yaxşı, etibar hədisdir. Yəni, imam bir mövzu barəsində 7 dənə fətva, 7 surətdə, 7 dənə fərqli fətva verməyə haqqı var. İndi bu hansı mövzuda? Şəriətdə, əqaiddə, yoxsa bu sahədə? İndi bu kitab hədisdən o anlaşılmır, hər hansı bir qeyd vurmayıb. Deməli, nədir? Mütləqdir. Mütləq yəni ki, hər bir sahədə. İmam bir mövzuda 7 dənə fərqli hökm verə bilər. Məsələn, dəstəmazı belə almalısan. Sonra ki, yox, elə al. İndi elə alı hansı halla deyə bilər. Məsələn, cəbrə dəstəmazı sənin qoluna yara varsa belə al. O halda, yəni müəyyən ortaya çıxsa müəyyən bir vəziyyət, istisna hallar hökm dəyişə bilər. İndi bunda həmisi imam 7 hərfdə nazil olub və imamın 7 məsələ barəsi 7 də surətdə fətva verməyə haqqı var. Yəni 7 növ oxumağa haqqı var Quranı. 7 növ. Bir hallar ki, Allahın dərgahından bir növ gəlib. İmam niyə belə eləsin? 6-cı amızın dövrünə qədər, ümumiyyət tarixdə hələ 6-cı amızın bir yerdə, ki, hədis 6-cı amızındır, Hasim amız 7 növ oxuyub. Və ya Peyğəmbərimiz. Yəni, bu hədisin ümumiyyətlə mənası, mənbəyi, nə biz anlayırıq. Feyz Kaşani bu mövzulara qədər hədislər nəqilləyir, sonra Usul Kafi, ki, şiə kitabıdır. Kitabına əsasən İmam Baqirdən, İmam Sadiqdən Quranın 7 hərfdə nazil olduğunu inkar edən 2 hədis qeydləyir. Diyanım, sizə danışırsınız. Ümumiyyət 7 hərf barəsində hədislər var ki, bunlar inkarlayır. 7 hərf boş şeydir. Qalmış o mənası budur, izahı budur. Deyir, yox, o boş şeydir. Bunu kimdir? Feyz Kaşani Usul Kafi kitabına baxaraq. İmam Zürarə, İmam Baqirdən rəvayətdir ki, Quran birdir və bir olan Allah tərəfindən nazil olmuşdur. Aha, lakin adam evini yıxır. Qiraətlərdə olan fikir ayrılığı ravilər tərəfini ortaya çıxsın. Ravi, Allah kimi olsun, zəhmət çəksən, dərs keçsən, filan, hə. Sən bu haqqı kim verib? Ki, sən götür kəlməni, o yenə başqa bir söz qoy. Sən bu haqqı kim verir? Bu nə yəni hədsizlikdir? Adəm, Həvva, bəli, burası sizindir. Nə siz yiyin, için, rahat. Amma ağaca yaxın durmayacaqsan. O sənin həddin deyil. Haminin bir həddi var. Hamımızın həddi var. Deyir, necə bu ravi gəlsin? Hə, mən raviyəm. Nə olub, hə, Allah kimi olsun. Bir sənə tərəf, ümumiyyətlə, bu götürün oradan, filan sözü deyin. Sən bu haqqı kim verib? Quran deyil, bu sənin şeirin deyil, sənin sözündə Qurandır. Ravi, hansı İmam Peyğəmbər gəldi, o sözə başqa söz dedi. Amma sən deyirsən. Sənə harada bu cəsarət. Çünki bazar etdi, var, kim nəsil yerdi? Xəlifələrin zəifliyindən.
Fuzeyl İbn Yasar İmam Sadiqdən soruşur ki, cəmaət deyir ki, vaxt cəmaət ay görkənib, cəmaət orucu açsın, barındır. Cəmaət nədir? Allah nə deyir? Cəmaətin rəviyli başqa mövzular var. Adətdir, ənənədir, hə, məsələn, qız belən şeylər, dəlim xınayaqdır var, dinidir, yox, dini deyilsə, yaxşı cəmaət olsa, hə, xınayaq, yaxşı. Nəlim, gəlin gidəndə, nə güzgə aparırlar, şam aparırlar, nə qaşı, qab sındırlar, dini deyir, hə, özə bilərlər, cəmaət ondadır. O da pis dəb olmasa. Dini məsələ cəmaət yoxdur. Allah və salam. Nəyəsə, cəmaət deyir ki, Quran 7 hərfi nazil olur. Cəmaət deyir, imam deyir ki, Allah düşmənləri yalan deyirlər. Yəni nə? Kim bu deyirsə nədir? Düşməndir. Düşməndir de hərf mövzusunu ortaya qoyan adam. İmam deyir, mən demirəm. Mənbədə və aşağıda qeyd edilib. Kim desə Allahın düşməndir və yalan deyirlər. Quran bir hərfdə və bir olan Allah tərəfindən nazil olmuşdur. Vəssalam da. Bu qədər. Elimiz artıq olsun inşallah. Allahümme salli ala Muhammed və ali Muhammed və accil fərəcəhum.